Xəstə 4 ayda ağır şey götürüb, ondan sonra belində ağrı olur. Ağrı keçsə də sağ ayağına oturaq siniri boyunca ağrı verib, barmaqlarında keylik var, soyuqluq var. Hətta əlimi də qoyuram, ayaqları soyuqdur. Həm də baxın, ayağının demək ağrıyan tərəf bu tərəfdir də. Sağ tərəfdə ayağı, bu birisi ayağından hardasa 1 santimetrdən, 1 santimetr yarım qısadır bu ayaq. İndi ayağınızı qaldırın yuxarı. Ağrı var mı belə? Var. İndi bunu qaldırın yuxarı. Ağrı var mı? Burada daha çox olur. Əlimin ayağı asimetri idi, bu ayaq qısaydı. Baxın, indi ayaqları bax simmetrikdir. Görürsünüz, ayaqları simmetrikdir. İndi bu ayağı qaldır düz yuxarı. Qoy. İndi o ayağı qaldır. Qoy. İndi ikisini qaldıraq. Qoy. İndi oturun belə, bax belə oturun durun. Aha. Qalxın. Gəzin bir belə. Belə gəzin. Bu tərəfə, o tərəfə, mənə tərəf gəlin, gedin. Aha. İndi qaydın o tərəfə. Aha. Aha. Təşəkkürlər həkim. Ağrım xeyli azalır. Neçə faiz azaldı mənim? Mən bir 80%, 85% deyərdim ki, azalıbdır. Deməli bir prosedura neçə vaxtı xəstəsiz də? 4 aydır. 4 aylıq xəstəsiz. Həqiqətən belə fikirləşmirdim. Gördüyümdən də artıq qarşıladınız, müalicə elədiniz. Təşəkkürlər, var olasınız. Biz də çox təşəkkür edirik ki, bizi seçmişsiniz.